Və yaxud azosprilin quraqlıq zamanı glisin betain istehsal edir. Yəni belə betain deyim. Bu da ağır metal toksiklərində bitkidə vəziyyəti nəzarət eləyir. Yəni ağır metal zəhərlənmələri hadisələri olur da. Həmin vaxtlarda, məsələn, xüsusilə də şimal zonasında tez-tez rastlaşılan problemlərdəndir. Eyni zamanda bu illəri mən Gədəbəy zonasından da bir neçə yoldaş üzümdə şəkillər atıb mənə. Orada da eyni ağır metal toksiklikləri rast gəlinən mövzulardır. Yəni, onlara nəzarət eləyir glisin betain. Dördüncüdür, beşincidir, bilmirəm. Arbuskulyar mikorizal göbələklərin rolunun artması. Məsələn, su stresində mikorizalar, glomuslar, məsələn, finoloformislər, bunlar mikorizalar gedir də, arbuskulyar mikorizal göbələklər, onun haqqında paylaşım eləmişəm, simbiyoz yaşayan göbələklər və s. Bu da bitkidə daha sıx, yəni su stresində mikorizalar bitki ilə daha sıx əlaqəyə girir. Fosforun hərəkətini artırır, su udulmasını optimallaşdırır, stresə davamlılıq genlərini stimullaşdırır. Yəni, həmin o genləri 100 il bir də görsən bitki susuzluq yaşamır, lüks qulluq altındadır, amma o genləri aktiv tutmaq lazımdır ki, hər hansı bir problem yaşandığı halda o genlər vasitəsilə bitki həyatda qala bilir. Nəysə, bu da belə. Yəni, yekunlaşdıraq. Avqust ayında suvarmanın məhdudlaşdırılması və yaxud da kəsilməsi gilas bağlarında təkcə agronomik deyil, həm də mikrobioloji baxımdan çox istiqamətli faydalar yaradır. Agronomik faydaları vegetativ artımı azalır, meyvə gözləri yaxşı formalaşır, məhsul keyfiyyəti yüksəlir, şaxtaya və stresə dözümlülük artır. Mikrobioloji faydaları. Stresə davamlı bakteriyalar aktivləşir, endofitlərdə antioksidantlar fəaliyyəti artır, antioksidantların həm fəaliyyəti artır, həm istehsal artır. Mikoriza göbələklərin kolonizasiyası, populyasiyası güclənir. Rizosferdə mikrobiyom tarazlanır. Yəni belə. Belə deyim ki, bu tədbirin ümumiyyətlə düzgün tətbiqi odur ki, tam su kəsmə deyil. Bu suyun məhdudlaşdırılmasıdır. Yəni, bəzi yer var, orada kəsilməlidir, torpağın vəziyyətinə görə. 20 gün, bir ay kəsilməlidir. Bəzi yer var ki, orada məhdudlaşdırılmalıdır. Yəni, məsələn, 10 gün kəsilməlidir, az su verilməlidir. 20 gün kəsilməlidir, kiçik miqdar bir su verilməlidir ki, yəni həmin o su orucunu ağac yaşasın. Yəni demək istədiyim, o məhdudlaşdırma nəticəsində də növbəti mövsümdə məhsuldarlıq artır, ağac daha sağlam olur və bioloji tarazlıq qorunur. Nəysə, bunu paylaşmaq da məqsədim odur ki, mən bu mövzuda, bir mövzuda paylaşım edirəm. Həmin mövzuda hər kəs dərmanların paylaşır riski. Həmin mövzuda bilən bilməyən ağlın qoyur ortaya ki, boş şeydir, avqust meyvə gözlərinin formalaşdığı dövrdür, həmin dövrdə ağacın suyun kəsmək olmaz, su vermək lazımdır. Özdə akademik məsləhətlər verir də, yəni kişinin oğlu. Yəni mən də özümdən heç bir söz demədim. Paylaşdıqlarımın hamısını konkret olaraq akademik araşdırmalarını internetdən əsaslandıra bilərsiniz özünüz üçün. Mən sizə bir adamın adını çəkdim. Kanadada Noir adında bir alimidir deyəsən. Onun kifayət qədər tədqiqatları var. Sonra Bliskin geniş tədqiqatları var. Deyəsən Hollanddır. Yoxsa İsraillidir, bilmirəm. Yevreydir deyəsən. Nəysə də uzun sözün qısası. Yəni mən konkret deyəmərəm. Hansı sözü hansı ədəbiyyatdan götürdüm. Mən bunları vaxtımı sərf eləyib, ömrümü sərf eləyib oxumuşam zaten. Məsləhət verəndə neçənci ildə hansı kitab oxuduğumu mən tap gətirib çıxardamərəm ortaya. Sadəcə bu mövzunun haqqında bir akademik fason, belə dırnaq arası desək, bir şey paylaşmışdılar ki, mən paylaşandan sonra ki, güya kişinin oğlu fermerə məsləhət verir. Fermer sizin ucbatuzdan zaten zibilə qalıb deyil. Ona görə təkrar paylaşım elədim ki, ay cəmaat, a millət, a qardaş, mənə lazım deyil, durduq yerə, heç kimdən pul da almıram, boşu-boşuna kiməsə məsləhət verim. Paylaşıram ki, problemlərimiz az olsun, növbəti il daha sağlam çiçək əldə eləyək. Gələn il, bu il yazda gördünüz nə qədər problemlərimiz oldu. Gələn il yazda nələr başımıza gələcək, hələ heç kim heç nə bilmir. Bəlkə atom bombası atacaqlar, radiasiya ilə vuruşacaq. Yəni, bu il yağışla vuruşduq, min şükür. Gələn il başqa bir şeylə vuruşacaq, bilmirik. Ona görə ən azından gələn ilə sağlam çiçək aparmalıyıq ki, radiasiyadır,
yağışdır, tufandır, qardır, seldir, hər nədirsə, onunla vuruşacaq qabiliyyəti olsun çiçəklərin. Belə, boşu-boşuna bax, hər paylaşım eləyəndə onun, belə deyil, o rəddiyə verməyin də ona. Əsaslandırın, fikrinizi bir əsaslandırın. Mən dialoq üçün hazır adamam. Dialoqa gedəyin istəyirsiniz. Amma yəni məntiqsiz, bu olmaz deməklə deyil də, əsaslandır denən İvan dedi, olmaz. Mendeleyev dedi, olmaz. Nə bilim, Aleksandr dedi, olmaz. John dedi, olmaz. Belə bir şeylər əsaslandır. Yəni, havadan demək olmur axı, olmaz. Belə, gecəniz xeyrə qalsın.